Zar razısan ki, həqiqətən də bu futbolu 22 nəfər oynayır, amma axırda almanlar qazanır. Yox, o nə deməkdir ki? Almanlara sübut edən komandalar var. Elə Məsələn? bir də Manchester United, Yaponlar. Manchester United, Bavariya sübut elədi 1999-cu ildə. Siz saydığınızı sayın, görün Manchester United nə sayır? Onda demişlər, futbol 90 dəqiqə davam edir. Əlbəttə ki, Və Raz şeydir, Koreya da sübut eləmişdi. Koreya da sübut eləmişdi. Solo keçidi var idi bir dənə. Dostlar, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Mənim adım İlkin mənim adım Zaur. və biz Dünya Çempionatı ilə bağlı söhbətlərimizi davam edirik. İ qrupu ilə qarşınızdayıq və ekzotik qrupdur. Almaniya, Fildişi sahili, Ekvador və Curaçao. Sən xoşlayırsan ekzotik sözü işlətməyə? Amma bu ekzotika məsələsini mən inanmıram ki, biz Curaçao haqqında çox danışaq. Curaçao haqqında sadəcə bir şey deyə bilərəm ki, məsələn, indi kimsə oturub həqiqətən də Azərbaycan futbolunun dərdini çəkirsə evdə, Curaçao getdi, düşdü, biz düşənmədik. Abi, bir şey nəzərə alın ki, CONCACAF zonasında 3 baba milli var. Onların üçü də avtomatik qoşulub bu qrupa, bu çempionata. Meksika, Kanada və ABŞ. Bəli. Ona görə də FIFA-dakı əmilər, yekəqarın və cibləri böyük əmilər fikirləşiblər ki, ekzotika qataq. İlkin o sözdən çox istifadə eləsin. Amma Panama, Costa Rica, Yamaykanın udandan keçəndən sonra Curaçao bir şey oldu. Steve Clark, McLaren istefa verdi. Orada 90 plusda penaltini vardan qayıtdı. Yoxsa Curaçao qala bilərdi hətta. Yamaykan penalti verilmədi. Nəsə, belə bir maraqlı bir şey var. Curaçao haqqında, məsələn, Dünya çempionatında iştirak edən komandalar arasında ən kiçik sahəyə malik ölkədir və 444 kvadrat kilometr. 150 min əhalisi var. 156 min. Bakının hansısa bir rayonu qədər əhalisi var hardasa. Və Curaçao... Doğrudan, 150. Yəni, Curaçao... Bakının bir məhəlləsi. Sən axşam propkadan çıxan adamlara get bax, Suraxanın hansısa bir məhəlləsidir, 156 min. Heç Curaçao dövlət kimi tanıyan yox idi, ta ki bu dünya çempionata çıxana kimi. Amma Niderland krallığı dedi ki... Dik advokat. Yox, Niderland krallığı dedi ki, bizim tərkibimizdə o antil koloniyalar olub da. Onları o məsələyə siyasi tərəfdən həll elədilər və şərait yaratdılar ki, dünya çempionatında sərbəst şəkildə iştirak eləsinlər və federasiyada başa düşdü ki, qardaş, biz nə vaxta qədər oturub şey eləyəcəyik, bir ulduz çıxmağını gözləyəcəyik. Gəl ondansa, indi Tahit Chong var, yaxşı, o Manchester United yetirməsi bilirsən ki, akademiyadan çıxıb, indi Sheffield'da oynayır. Amma oturdular, başladılar, sən misal gətirmişdin, digər ekzotik komanda ilə bağlı, Haiti. Onların məşqçisi kimi, bunlar da federasiyada başladı, scouting işlərini gördü və milliyə digər, belə deyək də, bu yenə də gəlir dirənir hara? Hollandiyaya. Niderland krallığında yetişmiş uşaqlar var ki, onların Niderland millisində oynama ehtimalı çox aşağıdır. Onlar başladılar cəlb eləmək öz millisinə. Onlardan məşhuru kimdir? Bakunya qardaşları. Sonra bu arada məsələn vaxtı ilə Ajax'ın çox bel bağladığı Bazur var idi. İndi Konyaspor'da oynayır. Hələ oynayırmı? O da bir yaxşı sualdır. Brighton'un çox bel bağladığı Locadia var idi. PSV'də də oynayıb. Obispo PSV'də hal-hazırda oynayır. Yaxşı da oyunçudur. Belə, yəni digər kimi qeyd edəcəksən, yəni çox dərinə getməyin mənası yoxdur. Maraqlısı nədir Zaur? O Bert van Marwijk var, Hollandları finala çıxardan adam. Ona zəng elədilər birinci. Yenə də Hollandlardan yapışırlar da, gördüyün kimi. O texniki zonada da Hollandlardan yapışırlar. Zəng elədilər ki, qardaş, dedi, qardaş yox, səndən danışan babadır. Baba isə pensiyadadır. Mən gəlmirəm. Götürdülər Van Gaale yığdılar. Bu da tərbiyəsiz baba. Dedi ki, mən ancaq o milli ilə gedə bilərəm ki, onun dünya çempionatını qazanma ehtimalı olsun. Özünə məxsus bir... Özünə razı tipdə, amma... Açıqlama. Yenə də 100% telefonla danışanda da əlində papka vardı belə. Sonra maraqlısıdır ki, Dik advokat özü zəng eləyib. Çox maraqlı. Özü zəng eləyib ki, eşitdim, məşqçi axtarırsınız, mən buradayam. Doğrudan da sadəlik gözəllikdir. Həqiqətən. Amma
bu zəngin arxasında nə yatırdı? Hansı məkirli bir niyyət var idi ki, 5-10 manatda bunlardan qopardım, vaxtilə yadında Zenitdə və s. qopartmışdı. Yoxsa həqiqətən də Potensial görüb nəsə bir nəticə əldə etmək istəyirdi. Sənə deyim, Curaçao'nun pulu varmı? Yoxdur da. Bu adam deməli, federasiyada baxdı ki, dik advokat nə ilə məşhurdur? Nəticə oynamağı ilə. Dedilər, okey də çağıraq, yoxlayaq və nəticədə göz qabağındadır. Nəticədə göz qabağındadır. Düzdür. Sonra həyat yoldaşının səhhətində problemlər var idi və dik advokatın bir sözü var ki, mən həmişə demişəm, ailə futboldan öndə gəlir və ona görə də ailəsi son oyunda hətta onun köməkçisi və hansısa bir oyunçunun atasıdır eyni zamanda, o məşhur olmayan bir futbolçudur. Onun atası çıxarmışdı millini. Dik advokat deyilənə görə hətta dünya çempionatında da olmayacaq. Adı gedəcək, özü olmayacaq. Bu da var. İndi hələ ki, görək məsələlər hansı tərəfə gedir. Yəni belə, Curaçao yazırıq 4-cü yerə. Təbii ki. Yəqin ki, narazılığın yoxdursa. Yox, əlbəttə ki. Qısaca belə tarixə və coğrafiyaya ekskursla bunu yekunlaşdırırıq, Curaçao millisini. Qrupun favoriti var. Qrupun favoriti var. Almanya. Maraqlıdır ki, Zar, pası verəcəm sənə. Sən danış, mən də burada bəzi qeydlərim var, amma istəyirəm sən danışasan Almanya millisi barədə. Amma bir şey var. Məsələn, Julian Nagelsmann dedi ki, dünya çempionu olmaq perspektivini görməyən adam bizlə dünya çempionatına gəlməsin. Belə bir açıqlaması var idi. Amma sonradan son açıqlaması isə dedi ki, Almanya yəni mundialın qalibi kimi görünmür. Yəni bu sanki yəni biraz o stressi, məsuliyyəti komandanın boynundan atır. Komandanın boynundan atır. Yəni bəlkə də burada bir siyasət var ki, rahat oynayın, rahat olun, üzərinizdə təzyiq hiss eləməyin. Adətən böyük komandalar üzərlərində baskı hiss eləyəndə oyunları alınmır. Amma Almanya dünya çempionatları tarixinin əsas komandalarından biridir. Onlar üçün bu yəni çempionat əslində bu qrupa baxanda rahat olmalıdır. 1, 2, 3, 4. 4 qat dünya çempionlarından. 4 qat dünya çempionlarından danışırıq. Baxmayaraq ki, qrupda qalıblar. Hətta bildiyimə görə ən çox final oynayan komandadır, deyəsən, səhv eləmirəmsə. Ola bilər. Ən çox yarım finala çıxan komandadır. İndi neçənci dünya çempionatı heç unutdum, amma bir şey dəqiqdir ki, yalnız birinci dünya çempionatına getməyib, qalan bütün dünya çempionatlarında Braziliya kimi onlar da iştirak ediblər. Bəli, 54, 74 qalib olublar və 1990-cı ildə və 4-cü səfər 2014-cü ildə 4-cü dəfə dünya çempionu olandan bəri hər deməli qatıldığı dünya çempionatında qrupda qalıblar. Qrupdan çıxa bilməyiblər. Yəni sürpriz yaşadıblar. Amma bu qrup elə bir qrupdur ki, Almanya bu qrupdan yəni mütləq çıxmalıdır. Birinci yerdən hətta çıxmalıdır. Komandanın üstünlükləri var, zəif tərəfləri də var. Komandanın deməli hücum xəttinə baxanda, daha doğrusu yarım müdafiəyə baxanda yarım müdafiə daha çox hücuma meyilli oyunçular ki var. Jamal Musiala, Florian Wirtz, onlar komandada Kai Havertz komandada əsas iş görəcək adamlardır. Onların oyundan çox şey asılıdır. Manuel Neuer nəhayət ki deməli komandanın kapitanı, əsas qapıçı kimi. Oliver Bauman'la Finn Damen deyirdi ki, nəhayət Neuer getmir, biz oynayacağıq. Amma indi biz nəhayəti tərsinə deyirik. Nəhayət Neuer qayıtdı. Müdafiədə çox güman ki, deməli Antonio Rüdiger'ə Schlotterbergə üstünlük veriləcəkdir. Schlotterberg Borussia Dortmundda çox yaxşı. Yox, mən deməzdim. Və yaxud da ki, Jonathan Taha üstünlük verilə bilər. Schlotterberg ilk pasda əladır, bilirik ki, amma qapanmaq məsələsində ciddi problemlər var. Borussia'nın oyunlarında da bunu görürük. Taha Nastirən adamıdır. 2 oyun yaxşı oynayır, 1 oyun pis oynayır və belə. İndi o qrup arasında hansı oyuna gördüm, yəni Rüdiger də o formada deyil. Bir də sən bayaq qrupda qalmaqdan danışdın. O Rüdigerin məşhur o Yapon oyunçunun yanında belə qaçmağı var idi. Ondan sonra qurban olduğum göstərdi ki, egovu biraz dizginləməlisən. Adam başına belə oynatsalar. Müdafiədə sonra kim var? David Raum var Leipzigdən. Bu arada Newcastle-dan yəni adətən biz görmüşük ki, Almanya Bavariyadan, Borussia Dortmunddan oyunçular daha çox cəlb eləyir və əsas məsələ Bundesliga-nın oyunçularına üstünlük verir. Amma mən ilk dəfə də görürəm ki, məsələn Newcastle-dan məsələn bir neçə oyunçu var komandadan heyətinə qoşulubdur. Bəli.
Deməli bir Malik Tiav, O da Newcastle- Almandır. Amma yeri gəlmişəm, startda çıxa bilən oyunculardan biridir. bir də ki Bir də hücumda kornerlərdə çox yaxşıdır. Nick Voltemade, O heç. Qarabağ azarkeşləri də onu çox yaxşı tanıyır. İş burasındadır ki, Voltemaden oyunu Newcastle-da alınmır. Almaniya millisində. Almaniya millisində çox yaxşı alınır. Orta xəttdə Pavlovic var, Florian Wirtz dedi. Galatasaraydan Leroy Sanéyə də şans tanıyacaqdı. Bilmirəm indi əsas heyətdə yəqin ki olmaz, sonra da meydana daxil olar. Nagelsmannın düşüncə baxış tərzindən asılıdır. Nagelsmann belə bir açıqlama Brightondan. vermişdi. Nagelsmann belə bir açıqlama vermişdi Sané ilə bağlı ki, hə, mən qəbul edirəm ki, əvvəlki formasında deyil. Mən razıyam ki, pikdə deyil, nə bilim, çatışmazlıqları var, sürət həmin sürət deyil, texnika həmin texnika deyil, deyir, amma o razdivalka deyirlər, paltar dəyişmə otağındakı uşaqlar hamısı onu sevir. Dəhşət sevirlər. Bu da bizim üçün çox önəmlidir. Hə, o çox yaxşı bir Pavlovic, Kimmich, Andrix, bu üçlüdən mütləq şəkildə ikisi. Arxa kil, yarım müdafiənin, yəni belə deyirəm, Musialanın arxasında mütləq olacaqlar. Mən də razıyam bundan. Çünki bilsən necədir? Baza deməli sxem nədir? 4-2-3-1-dir. 4-2-3-1-dir. Bu 2-99% Pavlovic, Kimmichdir. Öndə Voltemadedir və o 3 bax çox maraqlıdır. Virtsi sol winger istifadə edib, Sanəni sağ winger istifadə edib. Ortada o Musialanı oynadacaq yəqin ki, önündə də Voltemadeni. Müdafiədən danışdıq. Yəqin ki ən qabaqda Kai Havertz üstünlük verər. Ola bilər, rəqibdən asılıdır. Rəqibdən asılı. Kai Havertz də elə bir oyunçudur ki, yəni Arsenalda bunu gördük. Mən onu sağ kənar müdafiəçi kimi də görmüşəm. Yəni ortada da görmüşəm. Winger kimi də görmüşəm və son çempionata az qalmış hücumda 9 nömrə kimi də görmüşəm. Yəni bu hər yerdə adam oynaya bilər. Çox güman ki 9 nömrə kimi daha çox xeyir verər. Bu Curaçao ilə oyunda milyon faiz Sané falan bu tipli oyuncular çıxacaq. Təbii ki, rəqibi küçümsəmə baxımından demirəm. Yəni onların da klası yetərlidir ki, onu rahat 3 xalı götürəsən. Bu 3 xalı qoyduq cibimizə. Amma burada fil dişinə və Ekvador oyunları var və bu da çox ciddi oyunlardır. Bunu biz nəzərə almalıyıq. Səncə Almaniya birinci yerdən çıxacaqmı Zahar? Məncə Almaniya birinci yerdən çıxacaqdır. Şübhəm yoxdur ona. Yəni şübhəm yoxdur. İntriqa Sən deyəsən. İntriqa qata. Qat amma elə bir qrupda Gəl mən sənə fil dişindən danışım Zahar. danış. Gəl mən sənə söhbət edim fil dişindən. Sözü balla kəsirəm. Həmişə sən kəsmirsən, bir dəfə də mən kəsim. Bir oyunçu da var. Mən ondan yəni böyük bir sürpriz gözləyirəm. Leonard Karl, abi Karl, mən gözləyirəm ondan. Dostlar, buradan sizə tövsiyə edirəm. Açın Leonard Karl Hoffenheim yazın və o məşhur 10 saniyəlik videonu yəqin görəcəksiniz. Üzr istəyirəm ifadəmə görə meymunluq eləyir belə, dribling eləyir yerində. Axırda topuğuna dəyər çölə çıxır. Hoffenheimin də oyunçusu belə alqışlayır. Yəni dünya futbol tarixinin ən yaxşı raconlarından biri idi. Mən nəsə Çox soyuqqanlı idi oyuncu. Yadından çıxdı kimi idi Hoffenheimdən. Almaniyada hər dəfə hansısa bir oyunçu Curaçao ilə oyunda vurar, pas verər, amma sən bəzən bilmirəm, ayaqları və beyni o qədər sürətli işləyir ki, məncə bəzən ayaq beynə, bəzən də beyin ayağa çatdırmır. fil dişi sahili dedim. Deməli, Başqa adı da dostlar, Côte d'Ivoire. Côte d'Ivoire, hə. Deməli, bu arada fil dişi sahilinin Azərbaycandakı səfiri ilə mənim müsahibəm var. O vaxtı var idi. Ləzzətli də ayda idi. Deməli, adını unutdum. Deməli, Normaldır. qabaq Qasse idi burada, bilirik ki. Qasseni göndərdilər nəticələrə görə və kim gəldi? Emers Faye. Faye, Julian Nagelsmann 19 yaşında bitirib karyerasını, futbolçu karyerasını və 19 idi. Bilirəm ki 26 yaş. 26-dır. Ola bilər, yaxşı, 20 neçə. 26-dan sonra başladı məşqçilik. Və hə, Emers Faye isə 28 yoxsa 30 yaşında karyerasını bitirdi və sözün əsl mənasında uşaq-muşaqla başladı işləməyə. Amma o uşaqlardan sonra Nitsanın əsas heyətindən neçə oyuncu çıxdı və s. Nitsada yetişdi, sonra gəldi Qassenin köməkçi kimi oldu. Gələndən sonra nə oldu? Bizə nə vaxt gəldi? Bunların Afrika Millətlər Kubokundakı, keçən Afrika Millətlər Kubokunda, yəni daha doğrusu keçən yox, artıq ondan əvvəl. Bir dənə əvvəldə belədir. Orada 2 oyun qalıb, 2-3 oyun qalıb və Qasseni göndərdilər, gəldi. Emers Faye gəldi, heç nə dəyişmədi. Sadəcə bir şey dəyişdi. Daha primitiv oynamaya başladılar. Futbolu primitivləşdirdi. Niyə? Heyət sənə ona imkan verir. Aşırı belə mənasız. Bir də Faye ulduzlardan da yaxşı yola gedə bilir və o məsələn Rize Sporun oyuncusu ilə də yola gedə bilir.
yəni ulduz deyil də, hər halda Frank Kessié deyil, Nicolas Pepe deyil və s. də. İndi ulduzları bir-bir sayacağam. Bayaq bundan qabaqki qrupda, yəni D qrupu ilə bağlı danışanda videoda bir söz işlətmişdim ki, yeganə millidir ki, bəlkə də heyətini sayacağam. Çünki çox adam bəlkə də bilməyə bilər ki, burada nə mücəffərlər yatır. Futbolu primitivləşdirildi dostlar. Buna sual verdilər ki, Afrika Millətlər Kubokunda turnirin məşqçisi seçildi. 2 dəfə cəmi 2 oyuna çıxartdı da məşqçisi. Finalla birdə 3 oyuna çıxartdı məşqçi kimi. Dedilər, nə qədər vaxtımız var idi? Dedik, cəmi 2 məşq yarım vaxtımız var idi. 2 məşq yarımı, bu zarafat deyil. Və gəldi Afcon çempionu oldu. Zarafat deyil dostlar, yaxşı məşqçidir. İndi kimsə baxa bilər ki, təsnifat mərhələsində 26-0 ilə çıxıblar da səhv etmirəmsə. Amma orada Seyşel adaları var da, bir oyunda 7 vurdular, bir oyunda 9 vurdular. O Seyşeldə balıq tuturlar hələ də şeylə, nizə ilə. Topu da yəqin tutmaq istəyirdilər. Çox istimsəm. Yo, Seyşel adalarıdır da qədər. Normaldır. Amma hərçənd də biz Azərbaycan futbolda elə şeylər görmüşük ki, Seyşel gəlib bizim millini uda bilər nəticədə. Deməli, futbolu primitivləşdirdi. 4-3-3 baza sxemidir, amma tez-tez bunu 4-1-4-1 sxemə keçir. Frank Kessié 99% olur o zonada, DOS zonası, dayak yarım müdafiə zonasında. Orada mütləq şəkildə saxlayır, çox qabağa çıxmağı qoymur. Balanslı futbol sevir gördüyünüz kimi. Üzr istəyirəm. Bayaq ona gördüm, çay həmişə qabağımda olsun. Məndə bu anormallıq var. O DOS qalır orada, dayak yarım müdafiəçisi. Amma yaşına baxmayaraq Kessié'nin oyun arealını da böyütdü, işini artırdı. Paralel Kessié'nin yanında kimi görə bilərik biz, ya da əvəz edicisi kimi Sangarı və yaxud da ki, Trabzonspordan tanıdığımız və hal-hazırda bir çox klubun transfer etmək istədiyi Ulayı, özə deyilənə görə transfer qiyməti hal-hazırda 40 milyondan başlayır bazarlıq. Baxır digər təkliflərə, 50-yə də qalxa bilər. Ulay çox yaxşı oyuncudur. Nadir hallarda mərkəzdən girirlər dostlar, yenə deyirəm. Çünki mərkəz dağıtmağa daha çox cavabdehdir. Cinahları işlədirlər. İndi gəlin baxaq görək, komandada kimlər var? Qapçı, Çaykuruzen qapçıdır səhv etmirəmsə. Bunu qoyduq bir qırağa. Amma Alban Lafont var dostlar. Lafont Fransa millisindən təklif gözlədi. Gördü 100 il yaşayan Lorisdən çox yaşaya bilmərəm. Sonra Mike Maignan gəldi. Gördü yox, mənə burada çörək yoxdur. Burada Pepe yoxdur. Gəldi. Lafont gəldi. Oldu əsas qapıcı burada və müdafiəyə baxın dostlar, fikir verin. Mən deyirəm siz barmaqlarınızı qatdalayın. Romanın oyuncusu, stoperi Ndika. Kosunu. Atalantadan tanıyırsınızsa yəqin ki. Sportingdən tanıdığımız Diomande. Galatasaraylılar 4-cü barmağınızı qatdalayın. Singo. Və məşhur o Desire Doué'nin bir o qədər də məşhur olan qardaşı Gela Doué Strasbourgda fantastik mövsüm keçirir, liderlərdən biridir. Getdik, yarım müdafiəni səpəliyək, digər dayak yarım müdafiədən artıq danışmayacağıq. İndi burada Fofananı kimsə deyə bilər ki, unuttun, amma Fofana indi Portoda əvəz edicidir də. Dostlar, Bundesligada ən çox dribling eləyən, uğurlu dribling eləyən, birə-bir keçidlərdə ən yaxşı nəticələrdən birinə malik olan Yan Diomande, deyilənə görə Liverpool istəyir. Adingra, indi Adingra Diamande'nin cinahına düşüb, hərçən Diamande 2 cinahda da oynaya bilər. İndi baxır Pepe-ni tercih edəcək yoxsa yox, başa düşdüyünüz kimi Pepe var. Godo, bu oyuncuya çox fikir verən Strasbourg'un əsas silahlarından biridir. Hoffenheimdə əla mövsüm keçirən Bazumana Toure və Zaurun sevdiyi Amad Diallo. Saymağa dəyər bu heyəti yoxsa yox dostlar. Qocalmaq bilməyən Sebastian Haller yazılır adı və Utrecht'də səhv etmirəmsə və xərçəngə qalib gələn çox komandaya qalib gələ bilər deyirik. Allah heç kəsi göstərməsin. Rəqibin profilindən asılı olaraq dağıtmaq lazımdırsa, taran lazımdırsa halə çıxa bilər. Amma ən çox istifadə edir Evan Gessan və Elia Vaidən. İkisi də əla formadadır bu dəqiqə. Yəni adamın seçimlərinə baxın. Mən deyirəm ki, dostlar, Almanlarda ki, o indi sonda biz adətən elə şeylər danışırıq. Zar, mən sənə deyim ki, indi bizdə kürəsi haqqında çox danışmayacaq da. Almanlar da fil dişi də yəqin ki, 3 xal orada cibinə qoyub. Okey? Yaxşı, Ekvador da qoydu 3 xal cibinə. Ekvadordan indi danışacağıq. Okey. Hərçənd bundan qabaqki videoda Alfaro'dan çox danışdıq. Ekvadorun keçmiş məşqçisi. İndi Paraguaya çalışdıran.
burada sizə bir şey deyəcəm dostlar. Fil dişi sahilinin ilk oyunu kimləndir? Ekvadorla. Ekvador haqqında qısa danışacağam, amma Ekvadorda əsas məsələ nədir? Moises Caicedo Argentina ilə oyunda qırmızı kart aldı. Bu və oyunu oynamayacaqdı. Ekvadorun hərçənd ki, heyətində qocalmaq bilməyən əfsanəvi Enner Valencia var. Fənərlilər barmağınızı qatdalaya bilərsiniz. Çünki Wilfred Singo ilə bağlı Qalatasaraya barmağını qatdaladı. Gonzalo Plata var, Angulo var, Kevin Rodriguez var Union Saint-Gilloas'da. 2 metri bir stolpdur öndə. Və əsas gücləri nədir? Bax, indi doğrudan barmağınızı qatdalayın. Mən sizə onların müdafiəsini sayıram. Soldan sağa, idman şərtçiləri demişkən, Estupinyan, adamın lüksuna bax müdafiədə. Pervis Estupinyan. Hə, deyə bilərsiniz ki, Milanda yaxşı mövsüm keçirmədi. Amma adam, yəni... Yığmada daha yaxşı. Yığmada, bunlar başqa motivasiyada oynayırlar. O gerbi görəndə, tövbə haşa... Vətən millət Sakarya. Hə, bəzi bizim millinin oyuncularından İraq, amma var bizdə elə, ancaq bonus falan güdənlər, risovqalıq üçün meydana çıxanlar ki, Qaqan zbordadır, özü belə deyirlər. Pervis Estupinyan, William Pacho, PSG-dən tanıyırsınız. Pacho bu illəri möhtəşəm oyun keçirdi. 2 ildir möhtəşəmdir adam. Yəni bu Çempionlar Liqasında... Piero Hencapié, Arteta'nın olmazsa olmazlarından biri. Və indi deyəcəksiniz ki, qardaş, o stoper daxı əslində Ordonez var Brüggedə. Brügge elə belə oyuncuya yatırıb eləməz, elə belə oyuncunu start heyətdə buraxmaz. Ordonez'in universallığı odur ki, sağ cinahda da oynaya bilir. Bu müdafiə isə, bu komanda isə deməli, Ekvadorun. Bunların bu rüşvətxor baş məşqçisi var, Bicasese. Bu Bicasese Argentinalı. Vaxtilə Jorge Sampaoli'nin kölgəsi kimi dalıncan gəzib, 12 il gəzib. Sonra Sampaoli və federasiyanın, haradaydı o, Peru. Peru yoxsa Çili. Çili'deydi o. Peru'dan deyil. Nəsə ikisindən biridir dostlar, önəmli deyil. Orada rüşvət qalmaqalı qopdu və federasiyanın yarısını işdən çıxartdılar. Bəzilərini içəri atdılar. Hətta ona görə indi bu məsələyə toxunmaq lazımdır. Amma birinci bunu deyim ki, Bicasese və Sampaoli'ni iti qovan kimi qovdular. Sonra Bicasese gəldi, Elche, Defensa Justicia və s. və axır. Sonra axırda gətirdilər Ekvadora. Amma bu skandala görə Ekvador bu təsnifat mərhələsini mənfi 3 xalla başladı. Buna baxmayaraq ikinci yerdən çıxdılar abi. Yəni müdafiənin hesabına və Enner Valencia'nın, Gonzalo Plata'nın, o öndə Kevin Rodriguez'in, Angulo Sunderland'dır, səhv etməmsə, düzdür, yeni yatırma olunmuş oyuncudur, amma driblyordur da, yəni nəticədə. Və Caicedo var ortada. İndi bu fil dişində olmayacaq. Müdafiədə kömək eləyir. Eyni zamanda dirijorluq da eləyir oyunda. Və bu da önəmlidir də. Ekvador bu dəqiqə elə bir oyun oynayır ki, konkret modern futbol oynayır. Və bu modern futbolun içində balanslı, nizam, intizamlı. Abi adamlar bloka oturanda 4-5-1 ilə otururlar. 4-5-1 ilə otururlar və elə bir oyun oynayırlar ki, yəni rəqib komandanın bu fərqi yoxdur. Bu Almaniyadır, bu yəni Argentina olsun, yəni kim olur olsun, əməli başda çətinlik yaradır. Abi dözdün. Dözmədin. Ya əvvəldə, ya axırda bir dənə korner vurdun. 2 halda da dözməlisən də sonra nəticədə 1-0 önə keçəndə də və yaxud ki, yəni sənin bunlar da oyunu qurudub şey eləyə bilərlər. Yəni oyunları qurudub qrupdan ikinciliklə çıxa bilərlər. Mən deyirəm ki, Zahar, Almanlar gəlin belə sürpriz axtaraq da. Almanların ki, Curaçao'dan danışmayacaq, danışdıq əvvəldə. Bax abi. Almaniyada məni narahat eləmsən nədir? Ön tərəf klassdır və s. və axır. Nagelsmannla bağlı sənə bir şey də deyim. Nagelsmana Flick'in analogu deyirlər, prototipi deyirlər bəzən. Amma Flick'dən fərqli olaraq biraz fərqli beyindədir. O da önə keçmək, önə çıxartmağı, stoper xəttini sevir. Zaten stoperlərin hamısı elədir ki, önə çıxırlar. Önə çıxırlar, bəli. Valdemar Anton'dan tutmuş. İndi Tiav biraz başqa beyində ola bilər, amma belə deyək də, burada Schlotterbeck'dir, Tahdır və s. Burada məsələ nədir? Flick'dən fərqli olaraq bu belə bir sxem işlədir də. Müdafiəni üçlüyür. Daha çox sol fullback girir mərkəzə. Kimmixə daha çox belə deyək də, oyuncu aparır ki, Kimmix daha sərbəst iştirak eləsin oyunda. Oyununu qursun. Okey. Amma müdafiədə yarğan var dostlar. Siz adları allanmayın. Ekvadorda fil dişi də o yarğandan istifadə bol vura bilər. Və sonraki ssenari maraqlıdır. Almanlar qayıda biləcəkmi oyuna?
Hə, ön tərəf əladır. Amma Qol vurub qol buraxan komandadır Almaniya. Yəni əlbəttə qol ki. vurur və tutaq ki, gərək bir neçə qol vursun ki, qol buraxanda yəni onu hiss eləməsin. Tutaq ki, 2-3 top vurmalıdır ki, tutaq ki, 2 top da yaxşı deyil. adamlar Slovakiyadan bir göz qırpımında 2 top yedilər, sonra uduzdular. Hə, yəni 3 top fərqi ilə qabağa keçməlidirlər ki, problem yaramaz. Hətta 2 top fərqi ilə qabağa çıxıb 2 top buraxıb, yəni heç-heçə bitirə bilərlər oyunu. Hə, və şey məsələsi var burada. Məsələn, Neuerin elədiyi sürprizlər. Neuer hə, Çıxar bir 30 metrə, KS də uzaqdan bir raket göndərər qapıya ki, Arda Güler hə, Arda necə məsələn səhv elədi Arda Güler. Bunlar da önəmli faktorlardır. Neuer varsa potensial əl bombasıdır. Fantastik günündə olan Neuer PSG ilə cavab oyunda gördüyü neçə dənə top çıxartdı, amma hə, oyunda saxladı əməli var. Neuer kimi qapıçılar, özlərinə çox güvənirlər, çox rahatdılar və problem də bir tərəfdən onların rahatlığındadır. Yəni özlərinə çox inanırlar. Bəzən o tavan eləyəndə özgüvən, hardasa sən boşluqlar, səhvlər eləyirsən ki, Neuer də onlara meyllidir. Və Ekvadorla da Côte d'Ivoire əməli başda o baxımdan problem yarada bilər və mənim müdafiə ilə yanaşı bizə də narahat eləyir. Almaniyada potensial əl bombaları var. Onlardan biri Robert Andrichdir. Yəni hər an qırmızı kart ala bilər. Biz bunu dəfələrlə görmüşük. Siz də yəqin görmüsünüz dostlar. Wirtzin, Havertzin, Flick'in sisteminə necə uyğunlaşacağı ağır bir mövsümdən çıxıblar. Nagelsmann. Nagelsmann sisteminə necə uyğunlaşacağı çox önəmlidir. Niyə? Bayaq Flick'lə fərqlərdən danışanda mən bir şey söhbət yerində getdi başqa yerə, özüm apardım əslində. Bir şeyi unutdum deyim ki, Flick'dən fərqli olaraq stoper xətti önə çıxır, amma daha fantastik önə çıxmır. Bu da var. Bu biraz yaxşıdır. Digər tərəfdən Flick'in Nagelsmann'ın beyni bilsən nə beynidir? Bax burada Flick'lə eynidirlər. Top ittirdinsə, elə 3-cü zonada sən 3, ya həqiqətən belə də yazılıb ha, 3-5 saniyə ərzində topu qaytarmalısan. Keçid komandasını çörəyinə qəşəngcə yağ sürtürsən də sən. Özə bir sürətli təsəvvür etsən, abi atıram da sən Hans Flick kimi pressing eləyir. Fil dişi sahilinə öndə basırsan. Türklər demiş. Hücuma çıxanları sən deyim. Yan Diomande özü almanları 5 barmağı kimi tanıyır. Leipzig'də oynayırdı adam. Amma Diallo. Godo, Diallo, Amadın da o ara keçən paslarını bilirik də. Öndə kim qaçacaq topa? Ya Vayi, ya Gessan. Çünki inanmıram ailə oynasın, ağırdır. Bazumana Ture, Hoffenheim'dan, onu istifadə edə bilər. Côte d'Ivoire da bilir. Côte d'Ivoire da yəni, Almaniya ilə daha çox, yəni hava toplarından çox bilirlər nəyə qadirlər ikinci yəni hava toplarında. Ona görə də məcbur yerlə sürətli və atletik oyunçulardan istifadə edərək Almaniya baş ağrısı yarada bilərlər. Yəni Almaniya dəhşət belə birinci yerdən banko çıxır deyə bir şey yoxdur. Çıxa bilər, amma çox çətinliklə çıxa bilər, bəli. Yəni deyim ki, sənə bir oyunu udub, tutaq ki, 2 oyunu heç-heçə eləyib, elə də çıxa bilər və yaxud da 2 oyunu udub, belə bir oyunu yenə heç-heçə ilə, amma qrupda Kurasanın olmağı bir üstünlükdür hər üç komanda üçün. Amma üçünə də üstünlükdür. Fil dişi sahili də Ekvadorda potensial sürpriz eləyə biləcək komandadır. Yəni bunu dəqiq biləsiniz dostlar. Hətta mən sizə deyim ikisindən biri Ekvadora mən də çox inanıram. İlkin Ekvador, yəni mən seçmə mərhələdə ondan bir neçə oyunu izlədim. Yəni əməlli başlı o qədər belə ürək açan oyun bilsən nədir? Dəhşət. Gedək bir penaltiyə də korner qazanaq, sonra yataq müdafiəyə. Yatdınsa müdafiəyə, çətindir abi. O kilidi açmaq çox çətindir. Hə, çox çətin oynayırlar. Dünya çempionatında seçmə mərhələni qoydum bir qırağa. Fiziki ən hazır komandalardan biridir. Ekvador dünya çempionatlarında çox yaxşı oyun. Hətta uduzanda belə təslim olmurlar. Çox yaxşı oynayırlar. Mənfi 3 xalla başlayıblar adamlar. Və ikinci yerdə bitiriblər Argentinadan ardından. Düzdür, indi Braziliya bu il zəif idi, amma Uruguay, yəni pis komanda deyil, Kolumbiya çox yaxşı komandadır. Yaxşı görsən sən, narahat olma. Nətər görsən. Əlasan. Fil dişi sahili də mən də onlardan çox şey gözləyirəm. Ən azı 3-cü yer kimi. Həm də məşqçi özünü isbat eləməyə çalışan məşqçi. İsbat eləmək, hətta 3-cü yer kimi üstünlük var ki, 3-cü yerdən Ekvadorun ən zəif yeri bilsən nədir? İmin məşqçi də elə. Düzdür, hərçənd nəticə verdi.
Amma bu bu bir kasesa var. San Paulo ilə çox fırlanıb. Mən San Paulo məsələn kimi oxşadıram həmişə. O bədən hamısı tatu, keçəl. O siz də mənə bağışlayın. Böyüklərlə, ailənizlə inşallah ki, izləyirsinizsə bu pauzanın üçün sizə şərait yaradırıq. Selektora, naushnika keçirdin. Yəni ilkini bilmək olmur. Hər nə desən deyə bilər. Bu bir dəfə bir söz demişdim. O daimi izləyicilər bilir bunu. Bu türk kinolarında o cındır rollarında çəkilənlər var. Zor Ramazan işində məşq olanlar var. Onlara oxşuyur. Bu şərəfsiz daydaylar var. Kopyalara oxşuyur. Dostlar, yəni sən istəyirsən denə. Mən məsələn Almaniyanı qrup lideri kimi görürəm. Ekvadoru 2-ci yer kimi görürəm. Côte d'Ivoire 3-cü yer kimi görürəm və Curaçao'nun olduğu qrupda yəqin ki, hər 3 komanda qalib gələrsə, böyük fərq üstünlüyü ilə qalib gələrlərsə, bu 3 deməli yerdə qalan Côte d'Ivoire və yaxud da ki, Ekvadordan biri 2-ci yer, digəri 3-cü yer kimi növbəti mərhələyə məncə çıxacaqdır. Mən bilmirəm, mən birinci yerdə fil dişini görürəm hələ ki. Heyətlər çox xoşuma gəldi. Qapıçı faktoru da var düz amma İkinci yer uğruna mübarizə Almanlarla Ekvador arasında gedəcək. Net bir şey deyə bilmirəm. Xoşlayırsan sürprizləri deyəsən. Könlümüzün sevgili məhbubu Curaçao'ya isə bizdən salamlar, öpürük. Amma təbii ki, Curaçao qrupun outsideri olsa belə, mən onları azarkeş eləyəcəm. Hər dünya çempionatına bizim belə komandalarımız bu turnirdə Haiti, Curaçao'dur. Bir də Yaponlardır. Yaponlar sən, mən Yaponları sevgimə görə deyirəm. Sevgimə görə Amma sən burada çay içirsən, durub dalımcan yığışdırmırsan. Yaponlar eləyir onu amma. Mən niyə yığışdırıram ki? Yəni ikimiz bir yerdə yığışdırarıq. Biz birlikdədir. Öpürəm sizi dostlar. Allah əmanət olun. Sağ olun, minnətdarıq, təşəkkürlər. İzləməyə davam edin. Biz isə gedirik digər qruplar üçün hazırlaşmağa. Hələlik.